Bugün çox maraqlı bir mövzu seçmişəm sizin üçün. Çox gələn suallardan biridir. Eee, mən nə edirəm ki, çinlər məni başa düşmür. Ümumiyyətlə, çin dili öyrənərkən hansı səhvləri buraxırıq? Bunu yeni başlamış biri baxırsa bu videoya çin dilinə çox yerinə düşüb. Çünki bu məsləhətlərlə, bax bu videoda deyəcəyim şeylərlə o yeni başlayanı o səhvlərdən uzaqlaşdıracağam və doğru yola itələyəcəm çin dili öyrənmə prosesində. Ona görə məncə yaxın oturun və video axıra qədər baxın. Birinci, məncə sizin etdiyiniz və tələbələrin ümumiyyətlə hamısının etdiyi ən birinci və ən böyük səhv ilk öyrənən prosesdə tonlara diqqət etməməkdir. Və tonlara diqqət etmədiyiniz üçün nəticədə siz səsləndirdiyiniz sözlərdə o qədər ciddi ton səhvi olur ki, Çinli onu başa düşmür. Sonra deyirlər ki, mən sözü dedim, Çinli məni başa düşmədi. Çünki dediyiniz sözü düzgün tonda deməmisiniz. Ona görə. Bu məncə Çin dili öyrənənlərin buraxdığı ən ciddi səhvdir. Yaxşı, bu səhv məndə artıq var, tonlar səhvdir, neyniyim? Həll yolu məndədir. Yenə yaxın əyləşin. Tonları düzəltməyin təkcə bir yolu var. O da ki, dinləmək, dinlədiyini yazmaq, pinyinli şəkildə, uca səslə oxumaq. Müəlliminiz varsa nə gözəl sizə, müəllimə göndərin. Çünki müəllim o tonlarda o qədər böyük mütəxəssisə çevrilib ki, yəni sizin etdiyiniz səhvləri 1-2 tutacaq və sizin səhv dediyiniz tonların üzərinə düşməyə başlayacaq. O sizə səhvlərinizi deyəcək deyə siz 1-2 o səhvləri düz oxuyub düzəldəcəksiniz. 1-2 dediyimdə bir harasa 2 ay, 3 ayınızı alacaq. Sizin Çinli kimi səslənməmənizdə, sizi Çinlilərin çətin anlamağında ən birinci əngəliniz tonlardır. Bunu qəbullansanız da belədir, qəbullanmasanız da bu belədir. İkinci Çin dili öyrənənlərin ən böyük səhvi mən düşünürəm ki, dinləməni, danışmanı sonraya saxlamalarıdır. Sən başlamısan Çin dili öyrənməyə, çox yaxşı eləmisən. Elə bugün dinləməyə başla. Bax, elə bugün aç YouTube-u, öyrənmirsən rəqəmi yaz şucu. Gəlsin rəqəm, elə şucu bilmirsən, siz i-r-sənsi. i-r-sənsi u-li-o-çi bu mahnı gələcək qabağına. Başda, elə bax bugün başda dinləməyə. Sən çünki dinləməyə başlamadınsa əgər, sən 1, 2, 3, sən tonlarından əsas dil daşıyıcısından eşitməlisən. Eşitməsən olmayacaq. Bu ikinci səhvdir. Dinləməni sonra danışmanı deyəcəm. Mən utanıram. Onu Azərbaycanlıları belə kompleksli böyüdürlər. Bilmirəm niyə. Hamımız səhv deyə öyrənirik, bilirsiniz. Məsələn, mən oğullarım, 2 dənə oğlum var bu arada. Danışmağa başlayanda birinci oğlum, ikincim hələ də səhvləri buraxır. Birinci növbədə uşaqda buraxacaq, amma təzə-təzə başlayıb bütün sözləri səhv deyirdi. Səhv deyir də, yəni siz elə bir uşaqsınız da, elə bir o dildə danışmağa başlayırsınız. Səhv deməyiniz qədər təbii nə ola bilər ki? Səhv deyə öyrənəcəksiniz zaten. Səhvlərdən qorxmayın. Səhv demək, deməməkdən həmişə üstündür. Danışın. Səhv deyin. Səhv 1-2 deyəcəksiniz. Çinlilər, ətrafınızdakı bilənlər düzəldəcək. Amma danışmasanız sizin probleminizi bilməyəcək heç kəs və düzəlməyəcək o problem, bilirsiniz. Ona görə danışmanı və dinləməni ertələmirik. İkinci düşünürəm ki, ən böyük problem məhz elə budur. Bəs üçüncü ən böyük problem nədir? Üçüncü bizdə mən düşünürəm ki, Azərbaycan mühitində, ümumiyyətlə Azərbaycanlılarda bu şey var. Yəni kitabxana, kitab oxumaq o qədər bizim cəmiyyətə yad bir şeydir ki, düşünürəm ki, HSK odaqlı gedirik. Götürürük hieroqlifləri əzbərləyirik ki, mənim sevmədiyim bir şeydir də bu. Hieroqlif əzbərləyir. Tələbə yazılırsa HSK-yi yazbərətdirirəm. O heç. Yəni mən düşünmürəm ki, mən müəlliməmsə HSK-yi hazırlaşdırmamalıyam, ancaq mən müəlliməmsə mən hamısını. Amma Çin dili HSK demək deyil də, nə olur bundan vazgeçək bu düşüncədən də. Çin dili çox maraqlı bir dildir və o HSK olmadan da Çin dili var idi. Şaşırsınız, özümün məğzi bundan ibarətdir ki, siz əgər Çin dili öyrənirsinizsə oxuyun. Yəni ancaq HSK imtahanını verin, belə oxuyun ki, o Çinlilərin qurduğu cümlələri görəsiniz. Lap əvvəldə sadə kitablardan mən bu arada YouTube-da əvvəlcə oxumalı olduğunuz kitablar tövsiyələrimi vermişəm. Arxaya gedib bu videoma da baxa bilərsiniz. Oxuyun.
Deməyin ki, mən HSK verəcəm, qoy HSK-ni əzbərləyim, gedim imtahanıma girim. Hə, verdiniz sonra, yəni dil öyrənmək istəyirsinizsə Çinə getdiniz. Sonra bəs danışa bilmirsiniz axı onlar kimi. Mən düşünürəm ki, bu Çin dili öyrənənlərin buraxdığı çox ciddi səhvlərdən biridir. HSK odaqlı olmaq. HSK ancaq. HSK, heroqrif öyrənmə əzbərləyim, gedim. Nasıl imtahana 3 ay sonra hamısı belə belə deyək də, dil öyrənərkən oy, belə bilirsiz, görüntüyə fokuslanmamaq lazımdır da. Fokuslamaq lazımdır ümumi nəticəyə. Nəticədə mən bu dilə yiyələnə bildimmi? İnanırsınızsa iş elanları qoyulur. Heç kəs HSK istəmir heç. Yəni HSK istəyənlər əlbəttə ki var, daha çox dövlət qurumlarında, rəsmi işlərdə, amma belə işlərdə danışa bilirsənsə, heç kəs səndən heç nə istəmir. Hətta bu yaxında YouTube-ma bir dənə sual ünvanladılar ki, və mən Çin dilini yaxşı bilərəmsə, əgər tərcüməçiyə gedə bilərəm, ixtisasım bu deyil. Əlbəttə, heç bir istisnasız Çin diliniz səllistirsə, rahat şəkildə hər yerə gedə bilərsiniz. Dövlət işləri çıxmalı. Dövlət işləri zaten Çin-şünaslıq ixtisasını da istəyə bilir. Yəni mən çox ümid edirəm ki, bu video lazımlı kütlənin qabağına çıxacaq və bu səhvləri etməyəcəksiniz. Çünki mənim bir müəllim olaraq məqsədim, mən zaten YouTube idarə edəndə əsas bu məqsədlə açdım ki, çatdım, uzaq kütlələrə çatdım və Azərbaycanda Çin dili öyrənənlərin buraxdığı səhvləri, Çin dili öyrənənlərin yaşadığı problemləri həll edə bilim. Çünki belə bir baza biliklər toplusu yoxdur, heç bir dərslik yoxdur. Həmişə deyəndə özüm deyirəm ki, bu dərsliyin olması günahkarlardan biri deyil mənəm. Mənim də faiz payım var. Amma bilirsiniz, belə şeylərdə hansı vaxt ki, vaxt tələb edir, bunlarda resurs ayrılmalıdır. Düşünürəm ki, resurs ayrılmalıdır hər bir baxımdan. Yəni müəllimin vaxtı gedəsə dərslik tərcümə etməyə, dərslik çap etməyə, buna hansı bir formada dəstək olunmalıdır. Müxtəlif qurumlardan, sponsorlardan və s. və s. Çünki müəllim də gündən yaşayan və qazancını əldə edən bir insandır və vaxt olduqca sadəcə belə formatda kütlələrə çatmağa çalışıram. Ümid edirəm ki, çatacaq bu video kütlələrə. Əgər kimsə izləyib və dostu da Çin dilini öyrənirsə, paylaşın, qoy bilsinlər və bu səhvləri buraxmasınlar. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşərik.